Yeni il yaxınlaşır. 2025-ci il kimisə üçün xoş xatirələrlə, kimisə üçün isə çətin anlarla yadda qalıb. Gəlin özümüzü sakinlərimizə ataq. Görək 2025-ci ili onlar necə yola salır və 2026-cı ili necə qarşılayacaqlar? Bərbad, çox pis, çox dərslər öyrəndim. Çox arxamdan vurdular məni. Ona görə 2025-də çox pis oldum. 2026-da yaxşı keçəcəyinə inanıram. O hançərləri çıxaracağam 2026-da. Mənim üçün də çox çətin keçdi, amma məncə yəni çox maraqlı bir il idi. Yeni universitetə qəbul olduq, yeni insanlarla tanış olduq, yeni dostlarım oldu. Amma yəni həqiqətən də çox çətin bir il idi. Yəni həqiqətən dostluqlar, insan həyatı hələ bu illərdə başa düşür. Çətin olsa da yəni məncə çox maraqlı idi. 2026-da da çox şeylər gözləyirik. İnşallah çox qəşəng il keçər. Dostluqlarımız güvənli olar, qəşəng olar. Mən üçün yaxşı keçdi, amma ilk başda təyyarə qəzası olduğunda çox pis olmuşdum. Neçə dənə can həmin o samolotun içində idi. Biraz ona görə pis oldum 2025 girdiyində. Yoxsa 2025 mənim üçün yaxşı keçdi. Uğurlu arzu edirəm. Allah eləsin, müharibə olmasın Ermənistanla, Azadla. Olsa da ki, həmişə qayıb ölkə olaq. İndi olduğumuz kimi. В лесу родилась елочка, в лесу она росла. Зимой и летом стройная, зеленая была. Зимой и летом стройная, зеленая была. Петли пела песенку, спи, елочка, бай-бай. Мороз слишком укутывал, смотри, не замерзай. Moroz слишком укутывал, смотри, не замерзай. Peki 2025 yılı senin için nasıl geçti? Bu güzel şarkıdan sonra bize cevap ver. Əla. Ailəmlə vaxt keçirmək. Ailenle güzel bak. Hə, bir də telefonla oynamaq. Bir de telefonla. Hə. Sağlamlıq, bəzilər üçün, yaxşı adamlar üçün. Hem iyi hem kötü geçti. Kötü geçti çünkü dünyada savaşlar oldu. Hala olmaya devam ediyor. Bu şeyleri biz istemeyiz olsun. 2026. yıla inşallah nasıl diyeyim sülh her zaman kardeşliklerle geçmek isteriz. Hiçbir zaman savaşların olmamasını dileriz. 2026'ya inşallah öyle geçeriz. 2026'dan isteğimiz sadece güzel bir yaşam. Yeni yılda nasıl diyeyim evlilik hayatıma kadem basacağım inşallah. Çox yaxşı keçdi deyəm mən. Şad, xoş həyat arzu edirəm bütün Bakıya. İnşallah hamının ürəyincə olar 2026. Hamı sevdikləri ilə bir yerdə olar. Çətin keçdi əslində. Çünki biz bu il universitetə sənəd verəcəyik deyə hazırlıqlarla zadla məşğul olduq deyə bizim üçün çətin keçdi. Yəni inşallah 2026-cı il hamı üçün düşərli olar. Hamının ürəyincə olar inşallah. Heç bir çətinlik görməz. Yəni kimin nə arzusu var 2026-cı ildə inşallah gerçəkləşər. Yaxşı idi. O birisi dillərdən fərqləndirən cəhət olmadı yəni. Əsas odur can sağlığı olsun, mehribançılıq olsun. Çox yaxşı, düşəri, rahat, Evet. əzizlərimlə bir yerdə. Təbii ki, o insanın əzizi ilə bir yerdə olmağından gözəl bir şey ola bilməz ki, o ildə biz belə yola salırıq inşallah. İnsan ömrü boyu arzularla yaşayır. O eğer arzu bitərsə, insan bitər. Təbii ki, həyata keçən oldu, olmayan oldu. O inşallah yəqin ki 2026-da hamısı reallaşar. Qarşıdan gələn bayramımızı təbrik edirəm. Yenə sizlərə can sağlığı, uzun ömür arzulayıram. Bayramınız mübarək. Yaxşı keçib. Qismən, amma olmayanları da 26-da gözləyirəm inşallah. Övladlarımla əlaqəli, özümlə əlaqəli şükür Allaha hər şey yaxşı. Amma ondan da əlavə ən vacibi ölkəmiz salamat olsun, dünyamız salamat olsun, insanlarımız sağlam olsun, ruzumuz bol olsun, insanlarımız sevinclə yaşasın, dövlətimiz möhkəmlənsin, yəni güvənli olsun, özümüz güvəndə, insanlarımız güvəndə yaşasın, ölkəmizin nüfuzu artsın, insanlarımız xoşbəxt olsun. Yəni bu xoşbəxt sözündə hər şey var. Sağlamlıq, ruzi, sevinclə yaşasın insanlarımız, övladlarımız sevinclə böyüsün. Ee, 2025 mənim üçün çox gözəl keçdi. Mən ən çox xəyalını qurduğum universitet Bakı Dövlətdə oxuyuram. Buna qəbul oldum. Yəni bu mənim üçün ən böyük sevinc oldu. 2026-dan da gözlənməyim elə onu kəsirsiz bitirməkdir. İnşallah ki də olar. 2025 mənim üçün çox gözəl keçdi. Mən də Bakı Dövlət Universitetinin informatika müəllimliyinə qəbul olmuşam. Yəni gözəl dostluqlar edindim. Bu il mənim üçün çox qəşəng keçdi. 2026-dan gözləntiləriniz nədir? Kəsirsiz bir il istəyirəm. Başqa bəs?
Sağlamlıq, bir də iş tapmaq. Mənim üçün yaxşı keçdi. Yəni sinif yoldaşlarımla yaxşı vaxt keçirdim, ailəmlə də. Məncə, yəni qəşəng oldu, çünki universitetə daxil oldum, istədiyim peşənin sahibi oldum. Yəni mənim üçün qəşəng keçdi. Hər insan nə istəyir? Birinci can sağlığı istəyirəm, sonra da yəni yeni nailiyyətlər istəyirəm. 2025 bizim üçün əla keçdi. Qarabağımız alındı. İndi bu yaxınlarda əziz prezidentimizin ad günü oldu. Əla keçdi, yaxşı keçdi. Azərbaycan üçün yaxşı oldu. 2026-cı ildə dünyada sülh olsun. Əmin-amanlıq olsun. Dövlətlər sağ olsun, hamısı Azərbaycanımızın başı ucalsın. Türkiyəmiz sağ olsun. Hamıya da salamlar. Xoşbəxt olsun. Bütün cəmaət xoşbəxt olsun. Bütün millət xoşbəxt olsun. 25-ci il məndə çox qəşəng keçdi. Dostlarım var. Çox qəşəng adam tanımışam. 26-cı il mən elə bilirəm ki, ola bilər ki, nəsə bir şey ola bilər, ola bilməz. Amma elə bilirəm ki, nəsə tezəlikcə olacaq Bakıda və ola bilər ki, mən kimisə tezdən tanıyaram, kimisə yenə qarşılayaram.